Dinləyici qurğuların aşkar olunmasından sonra bütövlükdə AHİQ-də qeyri-sağlam atmosfer yaranıb və artıq AHİQ-də hamı bir-birindən şübhələnməyə başlayıb. Bölgə TV Asfaq.com isnadən xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyinə son aylar qurumla bağlı mətbuatda yayımlanan məlumatlardan sonra mənbə axtarışına çıxması barədə məlumat vermişdik. Bildirmişdik ki, AHİQ sədri Sahib Məmmədov ətrafına göstəriş verərək içərisindəki mənbənin tapılmasını istəyir. Redaksiyamıza daxil olan məlumata görə Sahib Məmmədovun mənbə axtarışı qalmaqal yaradıb. Belə ki, AHİQ sədrinin yaxın adamlarının mənbə axtarışı bir çox hissənin otağına gizli şəkildə dinləyici quraşdırılması ilə nəticələnib. Ancaq bir müddət sonra dinləyiciləri üzə çıxması qalmaqala və işçilərin qəzəbinə səbəb olub. Məlumata görə AHİQ sədrinin yaxın çevrəsi qurumdakı mənbəni tapdıqlarını sədrə məruz ediblər. Ancaq sədrin yaxın ətrafında yer alan və mənbə məsələlərini daim qabardan aparat rəhbərinin müavini olan şəxs sadəcə olaraq Sahib Məmmədovun qəzəbindən yayınmaq üçün işçilərdən birini yalançı mənbə göstərərək hədəf gətirdiyi iddia olunur. Həmin şəxs dərhal işdən azad olunsa da, sonradan məlum olub ki, o sadəcə intriqanın qurbanı olub. Qeyd edək ki, işçilərin otağından dinləyici qurğuların tapılması AHİQ-də böyük qalmaqala səbəb olub. Narazılıq o səviyyəyə çatıb ki, bəzi işçilər AHİQ rəhbərliyini, xüsusən də Sahib Məmmədovu açıq şəkildə psixoloji problemlərin olmasında ittiham etməkdən çəkinməyiblər. İddia olunur ki, AHİQ-in baş ofisində demək olar ki, bütün otaqlara dinləyici qurğular yerləşdirilib. Bu qalmaqalı isə AHİQ-in rəhbərliyinin iki qrupa bölünməsi ilə nəticələnib. İddiaya görə bu qruplar arasında gedən mübarizə Sahib Məmmədovun maraqlarına xidmət etsə də, bütövlükdə AHİQ-də qeyri-sağlam atmosfer yaradıb və artıq AHİQ-də hamı bir-birindən şübhələnməyə başlayıb. Rəna Rövşənqızı, Bölgə TV.